Chery Tiggo modeli 2020-ci il maşında olan problem qızandan sonra xodlanmamaqdır. Müştəri yanımıza yasamaldan yaxınlaşıb, o vaxta kimi maşın qızıb. Servisə girən kimi söndürmüşük. İndi yoxlayırıq. Gördüyünüz kimi xodlanmır. Bu problemi aradan qaldırıb sizlə paylaşacağım. Diqqətlə baxın. Bizdə bütün işlərin başlanğıcı diaqnostika vasitəsilə olur. Kör-körana iş görmürük. Diaqnostika eləyirik ilk növbədə. Diaqnostikada heç bir problem çıxmır. Yəni bu problemin səbəbi mexaniki problemdir. Hər hansı bir daçik deyil. İndi bu problemi axtarıb tapıb dərdini sizlə bölüşəcəm. Xodda. Yaxşı. İskra var. Xodda. Yaxşı. Benzin gəlmir. Deməli bu köhnə benzin nasosdur. Qızandan sonra atqaz eləyir. Normalda işləyir. İndi bir dənə bunu çöldə yoxlayırıq. Tərpəniş yoxdur. Bu da müştərinin AliExpress-dən sifariş elədiyi benzin nasosdur. Üzərinə qoyub yoxlayacağıq. Bu yeni benzin nasosu təzədən sökdük, çıxartdıq. Çünki üzərinə qoyandan sonra təzyiq çatdırmırdı. Təzə olmasına baxmayaraq, amma işləmir. Bu Çin modellərində demək ki, belə problemlər olur. Zapçası hər mağazada tapılmır. İndi müştərini göndərmişik ki, getsin bir dənə axtarsın, tapsın. Təzəsini alsın, qoyaq üstünə yoxlayaq. Baxırsan təzədir, hər bir şey qaydasındadır, amma işləmir. Deməli, məndən sizə məsləhət. Əgər Çin maşını sürürsünüzsə, mütləq şəkildə ehtiyat hissəsi alıb ondan sonra ustaya yaxınlaşın. Ancaq pirdelki işlər gördüyü maşını xodladıq, çünki benzin nasosu tapılmırdı. Müştərini yola salmaqdan ötürü universal nasos qoyduq, pirdelki elədik, yola saldıq. İndi normal vəziyyətdə işləyir. Amma mütləq şəkildə dəyişilib, yenisi ilə öz benzin nasosu ilə əvəz olunmalıdır.